Bircə dəqiqə. Necə olur elə icma qaydaları başqa platformalarda pozulmur, amma burada pozulur. Gəlin görək bax burada. İndi hamınız sosial şəbəkə işlədənsiniz, kuralları bilirsiniz. Bax bu videonu paylaşmışam, burada icma qaydalarının pozulması yazılıb. Burada nədir qayda? Ala. Bakalım sual vermək olar, ölkədə demokratiyanın durumu ilə bağlı. Mənim adım Emin Hüseynovdur, jurnalistəm. Qadın paltarında səfirliklə gizlənən insan sizsiz. Sizə can sağlığı arzulayım. Çox sağ olun, amma qadın paltarında gizlənməmişəm. Kardeş bu video qutardı. Bax burada nə icma qaydası pozulmuşdu? Mənə deyin görüm nə icma qaydası pozulmuşdu? Heç nə. Demək ki, ala baxın. Həmən videonu mən burada paylaşmışam. Ala. Xəmir yumruq TikTok səhifəmdə ala. Bax budur bax, ala həmən video. Ala bax. İcma qayda təlimatlarının pozulması. İcma təlimat. Xeyr ola bax. Bu gün mənim alfa qrupumun paylaşıb bunu hamısına yazıblar. Sırası silinib video, gah belə yazılıb, gah nə bilim ihlal verilibdi, ihlal. Belə video ihlal gələr. Daha deyin ki, Mehriban Əliyevanın büzdümü qara dəliyi qalıbdır əllərdə, deyim hə. Deyin ki, İlham Əliyev, Mehriban Əliyeva hər ikisi quş buraxırlar. Alyona söhbəti bunları havalandı, uçdu göylərə. Bizim pekimiz söylədi yerə, söylədi Alyonaya, biz gəlirik biz. Dümbələlər, siz bizdən pişik qozdağı gəlirsiniz, çili ağac oynuyorsunuz, biz bilmirik nə qayrı. Hər neyse, köçək mehman gələnə kimi bir ki, mən narahat edən məsələyə. Mehman gələnə kimi, mehman gələnə kimi bir neçə məsələyə toxunaq, sonra mehman gələn kimi burada fırtına qopacaq. Dəyələn vətənən. Bugün baxdım, qazilər dilənir. Boyumuzu yerə soxum əzsinə. Mənim haqqım var bunu deməyə, mən də qaziyəm. Sizin o komanda verilən vaxtı müharibəyə getməmişəm, mən. Erməniyə güllə atanın anasını ağladan vaxtı mən müharibəyə girmişəm. Tək qərarla. Özümə qərar vermişəm, bugün dağıtmalıyam. Nə var o İlham komanda verəndən sonra? Gedəsən. Oğul ona deyirəm ki, Erməniyə bir güllə atanda həm erməni anan ağlada, həm də Heydər Əliyev anan ağlada. Bax onda deyərəm sənə, indi Erməniyə güllə at görüm, düşmənçilik elə görüm nətər eləyirsən. Dələmədənlərin burada bir neçə qazi var, dilənirlər, bir uşağı uzadıblar kravata, göstərirəm sizə, göstərim. Görürsünüz. Öpürəm sizin iki gözlərinizdə. Var burada siz götürürler. sizin Boyumuzu yerə soxum, bildiğiniz için. Var olun. Bunların işinə bax, bunların gücünə bax. Fikir ver. Burada indi haqlı tərəfdə deyəcəm, haqsız tərəfi. Yalan deyirəmsə deyin qabil, sən köpək olursan, sən oğraşsan qabilsən. Deməli bir 5-10 nəfər qazi, çəlikli, məlikli yığılıblar. Bir qazinin uşağı xəstədir, ilik köçürülməlidir. Hər nə olmalıdırsa Türkiyədə olmalıdır və pul lazımdır. Eləmi elə. Yığışıblar, o uşağı da uzadıblar kravata, pul yığırlar. Mən burada pis tərəf nədir, yaxşı tərəf nədir? Yaxşı tərəf odur ki, həmrə idilər, nəsə yığışıblar bir yerə, birinin uşağı üçün. Amma pis tərəf nədir? Dilənirlər. Pis tərəf nədir? Bunların baboş qədər hörməti yoxdur. Pis tərəf nədir? Bunların Elizar dəliyi dar qədər hörməti yoxdur. 500 nəfər bunlara mən baxdım, 500-600 nəfərdən baxış sayı o tərəfə keçmədi bu qazilərin. Amma baboş sıçanda 10.000 adam izləyir. Dələn, adama yer eləyən nədir? Bunlar qazi deyirlər, bunlar doğuşandılar. Bunlar olar, uşağı da uzatmaq olar, əlaş kəsilib dilənmək də olar, lap kiminsə baboş kimsinin daşşağını da yalamaq olar öz balası üçün. Mən belə şeyə
meymunun ayağına su məsələsi, boğazına su məsələsi, nə bilim, nə məsələsidir. Amma adamın şərəfi olar, ləyaqəti olar. Heç olmasa o qədər dilənəndə, o qədər, nə bilim, xalqdan kömək istəyəndə bircə nəfər qazisiniz, tankın altından çıxıbsınız. Qəhvənin altından çıxmayıbsınız, petrolun altından çıxmayıbsınız, tankın altından çıxıbsınız. Bircə dəfə deyin ki, ay İlham Əliyev, bunu sən eləməliydin. Ay şərəfsiz göt verən, mən bunu belə deyə bilirəm. Amma sən sada denən ki, ay cənab Dəmir Yumruq, hani Mehriban bizə qardaş demişdi, mənim qardaşım yoxdur, qazilər mənim qardaşımdır demişdi. Və qardaşının balasını niyə göndərmirsən Maliciyə? Ha? Yəni nə demək istəyirəm? Götümüz çatmır İlham Əliyevdən bir dənə tələb eləməyə. Bir dənə İlham Əliyev bunu eləməlisən deməyə. Heç olmasa ay Səhiyyə Naziri bunu eləmə. Götünüz çatmır. Amma dilənməyi özünüzə sıxışdırırsınız. Dilənməyi. Mənə hər zaman efirə zəng eləyənlər olurdu. Arada bir, əvvəl çox olurdu. Bəs bizə kömək elə. Bir neçə nəfərə bir neçə dəfə kömək elədik. Amma mən buna son verdim. Axırıncı dəfə öz qohumlarından biri çerez uzaq qohumum mənə çıxdı ki, balam 3 aya öləcək. Balam 3 aya öləcək. Pul toplamaq lazımdır. Bir hissəsini toplamışıq, bizi efirə ver, nə bilim, nə? Dedim yox. Yox dedim yox. Dedim yox. Dedim yox, mən fərdi, xalqın fərdi nümayəndələrini ağlamıram. Mən ümumi xalqa ağlayıram, gün ağlayıram. Sənin balan kimi çox sayılı insanların balası var. Ölüm yatağında. Mən çıxım ancaq sənin burada uşağına pul yığım. Bəs o birisilər? Bəs o birisilər? Dəyərli vətənlərim, bu qazilər çıxıblar burada, çəlikli məlikli dilənirlər. Bunun adı nədir? Bunun adı dilənməkdir. Bunun adı iki kəlmə. Heç kim də pul göndərmir. Qəpik, kuruş, 1 manat, 5 manat, 10 manat, 50 manat. Onunla mümkün deyil. Onunla bir balanı xilas eləmək olar. 10 balanı, 100 balanı, 1000 balanı, milyonların balasını xilas eləmək olmaz. Bunun adı nədir? Bunun adı nədir? Dostlar, kim kaydı edebilsin fotoğraf sayfasında? Bir də danışdırırlar, dəstək istədə qardaşım. Tüpürüm o dəstəyə ki, tüpürüm sizin üzünüzə ki, ay şərəfsizlər. Siz ora çıxırsınız dilənməyə, İlhama bir kəlmə söz demirsiniz. Devlətdən bir kəlmə heç nə istəmirsiniz. Boş qədər elvəlizar dəliyi dar 5 dəqiqəyə, 10 dəqiqəyə 12 min, 15 min pul yığdı. Mənim hörmətim yoxdursa o pulun yarısını yığmağa mən pox yərəm elə dilənçiliyə gedərəm. Bu nə deməkdir? Bu nə biabırçılıq? Oturublar, bir-birdə çıxardılar, dinlən də qardaşım. Yazıq, uşağa yazığım gəlir, mən. Ay qazilər, ay tankın altından çıxanlar. Mən deyəndə ki, ay sizin hamınız olmazsa, bax, Azərbaycanda 100 min qazi var mı 1-ci, 2-ci Qarabağ müharibəsi? 100 min. Onun 999 mini, daha doğrusu 1 milyon. Onun 99 mini ancaq və hələ az dedim ha 99,9 mini ancaq və ancaq özünü düşünür. Görmüsünüzmü xalq deyən qazi olsun? Var orada şərəfli biri var, Rıza Səfərsoy. Ay kişi, o başqa söhbətdir, o başqa kişidir. Görmüsünüzmü ki bir qazi çıxar deyək ki vətən, millət, torpaq, hamısı bilir o pensiya, ailə, ev, maşın, nə bilim nə. Haradadır o qazilər? Xaçaturyan buraxılanda gördünüzmü bir dənə Qarabağlı etiraz eləsin? Görərdiniz, Tural Sadıqlı kimi Qarabağlıları. Və yaxud bir-iki nəfər mənim efirimə qoşulur. Gördünüzmü? Bir dənə Qarabağlı etiraz eləsin. Bir dənə Xocalı sakini etiraz eləsin. Bir dənə qazilər, şəhid anaları etiraz elədiyini gördünüzmü? Xaçaturyanın buraxılmasına. Qardaş,
Bunlar hamısı ev düşünür, qarnını düşünür. Bunlar qampulu düşünür. Bunlar hamısı başqa şeylər düşünür. Qadın alim. Milletin əqidəsini sikiblər, əqidəsini belə əqidəmizi sikiblər. Namusumuzu millət kimi, qeyrətimizi sikiblər. Ha kişilər, Polad Həkimov qəhrəmanımızdır. Zaten Orxan var idi, Orxan Baxış, cəbhəçi. Niyə görə onu tutdular, içəri soxdular? Polad Həkimovun bir neçə, 2 nəfərlə evinə getmişdi anasının. Bəli, Polad Həkimovun anasının evinə getmişdi. Polad Həkimovun anası nəzarət altındadır, o inqilabçı qadındır. Onun oğlunun qanı batırılıbdır. Poladın qanı batırılıb. Polad Həkimovun qanına kimin əli batıb, bilirsinizmi? Yalan deyən qəhbən balasıdır, öz payıma deyirəm. Polad Həkimovun qanına əli batan 1-ci nömrəli İlham Əliyev, 2-ci Nəcməddin Sadıqov, 3-cü Zakir Həsənov. Bunu bilməyən, göt verən yoxdur. Sadəcə dilə gətirən çox azdır. Və deyirəm sizə buradan, kəşfiyyatın batinkalarının içinə çipi mən mi qoymuşdum, Nəcməddin mi qoydurmuşdu? Nəcməddin kimdir? Ha? Nəcməddin Mehriban Əliyevanın 2 tərəfli qudasıdır. 2 tərəfli. Deyələmə xalası oğludur, nədir o? Dubay mülklərinin sahibi, Elçin Muradov. Elçin Muradov. Elçin Muradovun qızı Nəcməddin oğlunda deyil mi? Mən bildiyim qədərilə Nərgizin də bir qızının biri Nəcməddindədir. 2 tərəfli qudadılar. İndi sizə nə deyirəm mən? Mən sizə nə deyirəm? Ay ki, Polad Həkimovun anası nəzarət altındadır. Onunla görüşən adamlar nəzarət altında. O inqilabçı qadındır. Onun balasının qanı batırılıbdır. Onun balasını Poladı öldürən İlham Əliyevdir. Amma yenə də deyirəm. Polad Həkimov, mən hərbiçiyəm. Polad Həkimov bizim baş tacımızdır. Raquflar, Pəncəlilər, Albertlər olsun, Allah verdi Bağırovoları olsun. Ay qardaşlar, Mübariz, İbrahimovlar olsun. Bunlar hamısı bizim baş tacımızdır. Amma və lakin bunlar sağ olsaydı da Əliyevlərə etiraz eləmək cəsarətini tapmamışlar, tapmazdılar. Dəyərli vətənlərin dəyərli soydaşlar. Sağ olsalardılar İlham Əliyevə etiraz eləməyəcəkdilər. Ona görə deyirəm, qədrini bilin. Qədrini bilin. Siyasi məhbusların, canını ortaya qoyan oğlanların, xalqı bu bəladan çıxarmaq istəyən xanımlar və bəylərin qədrini bilin. Onların ən zəifi Polad Həkimovdan güclüdür. Onların ən zəifi Əli Kərimdən güclüdür. Daha doğrusu siyasi məhbuslardan güclüdür. Daha doğrusu deyilən vətənlərim, Əli Kərimli olsun, Niyaməddin Əhmədov olsun. Bunların hər biri ən balaca o cəbhəçi var idi, əlil meyvə satan. Hamısı o qazilərdən də, o qəhrəmanlardan da güclüdür. Çünki onlar ermənilərdən Azərbaycanı azad eləmək istəyir. Torpaqlarımızı azad eləmək istəyir ermənilərdən. Amma və lakin əsas Bakıdır. Bakı mühasirə altındadır. Bakı işğal altındadır. Bəli, dilin pəltək vurdu. Pəltək vurar da Azərbaycan burada deyil, dilin pəltək vurdu. Məni kimi bu qədər yayımda olsan, bu qədər beynəlxalq səviyyədə adamlarla irtibatda olsan, bu qədər insanların fəryadını izləsən, bu qədər qan qarğışı, naləni görsən, damarında qeyrətli qan axırsa, namusun, şərəfin varsa, dilin pəltək vurmalıdır. Sərbəst danışa bilərsənmi? İnsan kimi danışa bilərsənmi? İnsan kimi danışanları gördükdə Fuad Qəhrəmanlıları da gördük. Ümid Partiyasının rəhbəri İqbal Ağazadələri də gördük. Qardaş, Əli Kərimlilərin özünü də gördük. Qardaş, normal danışanları deyirəm də mən sizə. Nədir? Real Partiyasının rəhbəri
İlqar Məmmədovlarda gördük. İlqar Məmmədovlarda gördük. Normal danışanlar ne oldu? Axırımızı hara gətirdi? Bir onda ayırdıq ki, hətta en sevdiğimiz Ali Kəriminin dediğinlə belə getsək, biz Alyonanı da prezident görəcəyik. Alyonanı da prezident. Necə dilin pəltək vurmasın? Ha? Mənim ixtisasım hərbidir. Bir başqasının ixtisasından bir başqadır. Hamımız qeyrətli insanlar ortaya gəlib vətənimizi bu bəladan çıxartmaq istəyirik. Nə qayırmalıyıq? Ha? Bugün Azərbaycanda ərəblərin altına uzadılan qızlar, gəlinlər hamısı mənim, sənin ana bacındır. Anamızı, bacımızı donmaldıb qayırırlarsa nə olmalıdır? Dilimiz yox, ayağımız da büdürəməlidir. Ay cındır oğlu, cındır. Cındır qızı, cındır. Deməli deyirəm vətənlərim, değerli soydaşlarım, indi az sonra bəyəqləri biri yazır orada dilim pəltək vurur. Ay, cındır oğlu, cındır. Necə mən ürəyim partlamasın? Necə mən partlamayım, neyniyim? Bax, Elizar dəliyi dar 8 dəqiqəyə 15-20 min pul yığır. Baboş 10 dəqiqəyə 8 min pul yığır. Budur bax, qazilər yığışıbdır. Qazilər yığışıbdır. Səhərdən akşama orada aç-susuz danışdılar. Heç 1000 manat pul yığılmadı. Necə mən dəli olmayayım, hə? Ha? Necə mən dəli olmayayım, hə? Tankın altından çıxan oğlanlar dilənirlər. Tankın altından çıxan oğlanlar dilənirlər. Necə orada bir dənə sözündə cəsarət tapa bilmir desin ki, ay xalqım, başa düşürəm. Bu işi İlham Əliyev görməlidir. Bu işi devlət görməlidir. Amma devlət olsaydı 1000 qazi intihar eləməzdi. Devlət olsaydı, devlət var olsaydı 200'ə qədəri də ölümlə nəticələnməzdi. Ölkənin başçısı, başı qarışıqdır. Ölkədən başqa hər şeyə, hər yerə. Bunu niye deyə bilmir bu qazilər? Niye bunu Rıza Səfərsoy deyir? Niye bunu ne bileyim Cəllabatlı o beyefendiler var cürbəcür yerde, cürbəcür nöqtələrdə. Onlar deyebilir, bu qazilər deyəmir ha? Ne qarışıydılar? Ha? Ay qazi götünü qayracıydılar. Ha? Sağ deyirəm də ay qazi götünü qayracıydılar. Ne qayracıydılar? Ha? Uzaq, ala bax. Dostlar, kim kaydedilir sizce fotoğraf sayfasından? Kaydedilin tanımda atarsınız mazahmet olur. Halkımızda yani destekçidə birinci grup əli kimi, müharibə veteranlığı qazisi kimi, yani en ağır derdinde burada sen Kendisine de tanımda çok ağır yaralanmasan. Yani bir ağır yaralanmış gazi kimi kaldığınızda destek iste kardeş. Bağımlısı destek iste. Aziz kavga məclis və hörmətli vətəndaşlarım, xahiş edirəm Azərbaycan xalqından ki, bizim İran balamızdakı məhkələr. Azərbaycan xalqına xahiş edirsən, xalqı donbatıma qayırıblar. Xalqı donbatıma qoyublar. Bir ikicə kəlmə nə olar? Mən sizi nə qədər izlədim. Sizin o ağzınızdan eşitmədim ki, mən də qaziyəm, sözüm, haqqım var deməyə. Sizin ağzınızdan eşitmədim ki, əslində bunu devlət eləməlidir. Başqa sivilizasiyalı ölkələrdə, Ermənistanda, Gürcüstanda, Avropa qalsın qırağa. Türkiye'de bunu devlet eləyir. Laf qazi evladı yox, sıravi bir balıyada, sıravi vətəndaşın balasına da bunu devlet eləyir. Devleti biz olduğunu hiss eləmirik, devlet dəstəyini hiss eləmirik. Ona göre biz sizden istəyirik, ay Azərbaycan xalqı. Belə demək lazım. Və qınıyırsan da gəl petrolara dəstək olursunuz, nə bilim ağzını alanlara. Siz de qınamasın, tankın altından çıxırsan, sözünü deməyə qorxursan. Və xalq da səni qınamasın. Kişi olun hə. Kişi olun hə. Hərəz bu boyda, palaz boyda pagon taxıbsınız çeyninizə. Kişi olun hə. Baxın Azərbaycan ordusunu. Sındırıblar ordunu. Məni eşidən Azərbaycan ordusunun hərbiçiləri. Sizin çoxunuz götsünüz. Göt olmasanız. Bir polkovnik mənə verdi məlumatı. Sizdən məlumat gəlmədi. Siz cındırsınız. Çünkü sizin başınızda nömrəvi zabitler var. Siz mamay ordususunuz. Sizin başınızda duran götünü verip gelip duruptu. Sizden adam olmaz. Ağası gülüm olanın başına külüm olar.
Ordunun 27 manat her birinizden pul tutublar. 27 manat. 13-14'te verildi, bir neçə gün sonra 60-120 manat arası rütbəsinə görə pul tutdular. Neçə göt verən mənə çıxıb xahiş elədi. Ha, o pulu səndən tuturlarsa, sən arvadın götünü verib, məcbur olacaq ağzına alıb, ailəsini dolandırsın. Həyatda qalsın. Sənin o pulunu tutmur, sənin o İlham Əliyev arvadının özünün başını tutur. İlham Əliyev sənin pulunu tutmaqla pul tutur. Ha, bu normal. İşten çıxartdı normaldir. Pul tuttu normal. Ha, pul tutmur, işten çıxartmır, maaş kesmir. Sənin arvadının qızının başını tutur. Sənin başını tutur. Belirsə kişilərə tamayil ərəblər gəlib. Azərbaycan ordusu Xaçaturyan buraxıldı. Hamımız peysər atdıq. Baba, hamımız buraxdıq. Peysər atdıq elə. İndi görsən türmədə nə deyir? Ruben Vardanyan deyir, Arçaq deyir, Ermənistanın olub, Ermənistanındır və Ermənistanın olacaq. Bu cəsarət hardan alır deyir bu Ruben Vardanyan? Ha? Bu cəsarət hardan alıb deyir? O Ruben Vardanyanın götünə siyasi məhbuslar kimi putulka soxsaydılar. Qəhrəman, əsl milli qəhrəmanımız Tofiq Yaqublu kimi onun cins orqanından tok versəydilər. Niyaməddin Əhmədov kimi oğlun cins orqanından tok verdikləri kimi Ruben Vardanyanın cins orqanına tok vermiş olsaydılar. Hani şampan putulkasını koy qırağa, Pepsi-Cola putulkası boyda putulkanın üstünde otuzdurmuş olsaydılar. O qələt eləyərdi mi? Bakıda meydan oxuyardı mı? Ha? O milyarder İlhamın pullarıyla milyarder olubdur. O bilir ki, kayıf eləyir türmədə. Türmə yaşamır, o saraydadır. Gün şad xəbərlər almışam. Ürəyim dağa dönübdür. Nə qədər bu qazilərin dilənməyini, nə bilim bu sarsaq işləri görsəm də, yenə də mən fərdi acılara çox önəm vermirəm. Fərdi acılara. Ateş düşdüyü yeri yakar. Hər yerdə bir ateş var. Dostlar, sual belədir. Bayaq dedim mən, yoldaşda yazdılar neçə milyard pul xərclənib. Hər halda qəbul edərik ki, nə İsrailin, nə Amerikanın elə bir marağı yoxdur ki, pul xərcləyib Azərbaycan türklərini azad eləsinlər. Yəni, bunun tərsini düşünənlər gedib mütləq özlərini həkimə göstərməlidir. Bunların ağıl və əxlaq problemi var. Ağıl və əxlaq problemi var. Şöyle düşünsünlər ki, sən demə, İsrail o da aşıq imiş ki bizə Amerikanın bir yerdə öz vətəndaşların vergilərini gətirib milyardlarını tökürlər bura ki, bizi azad eləsinlər. Yox. Belə bir şey yoxdur. Burada İranın, İsrail və Amerikanın öz maraqları var. Necə ki, Venezuela'da ölkənin başçısını oğurlayıb, çöktülər bütün onun sərvətinə. Necə ki, Ukrayna xalqını vaxtında qızışdırıb, Rusiya ilə üzdə gətirib, müharibəyə salıb, uzun müddətdə yardım eləməklə milyonlarla Ukraynanı qırdırıb, 30 milyona qədər insanı vətəndən didərgin saldılar. Elə bir məqama gəldilər ki, gəldi şart qoydu ki, qiymətli yataqlarını verəsən mənə. Yoxsa mən sənə daha yardım eləmirəm, o üstənəsin. Ukrayna dövlətini Amerika bu qaydada dizə çöktürdü. Sərvətini də aldı. İndi tamamilə onun asılı vəziyyətdədir. Qərbin xisləti budur. Qərbin mahiyyəti budur. Türkün ədaləti bunların yuxusuna gəlməz heç bir vaxt. Əziz vətəndaşlar. Türkün ədaləti bunların yuxusuna gəlməz. Türk yarandığı bir dövrdən, dövlətlər qurmağa başladığı dövrdən bu günə qədər bir dəfə də olsun kənar bir xalqı somurmaq üçün, assimilasiya eləmək üçün, onun dininin, mədəniyyətini aşağılamaq üçün bir addım atılır. Və əksinə hamısına himayəçilik edib dostlar. Ona görə bugün bütün oyunlar hamısı Türkiyənin başındadır. İrandan sonra Türkiyənin olacağına şübhə yoxdur. Ona görə də
Mən belə hesab edirəm ki, baş verən hadisələrdə bizim istər regionda baş verən proseslərə, istərsə də birbaşa İrana münasibətimiz məhz Türkiyənin münasibəti üzərində qurulmalıdır. Ona indeksləşməlidir. Türkiyə necə addım atır, Azərbaycanda eyni addım atmalıdır. Niyə? Bunun həm də bir hərbi, siyasi, mənəvi öhdəliyi var, əziz vətəndaşlar. Bizim bu baxımdan Türkiyə qarşısında bir mənəvi, hərbi və siyasi öhdəliyimiz də var. Nədir öhdəlik? Siz bilirsiniz ki, Şuşa bəyannaməsinə görə müqavilə bağlanıb, Azərbaycana təhlükə yaranacağı halda Türkiyə təhlükə yaranacağı halda Azərbaycan müharibə qoşulmalıdır. Necə fikirləşirsiniz? Burada İsrailin və Amerikanın diktəsi ilə görünür İlham Əliyevin əleyhinə daha ciddi kompromatlar var İsraildə. Massadın əlində daha ifşa edici kasetlər var. Epstein, təsəvvür edin, Epstein məsələsi ilə dünyanın bütün prezidentləri, neçəsə prezidentləri ifşa olunub, kişilər. Şantaj olunublar. İlham Əliyev kimdir ki? İlham Əliyevin hər adını şantaj üstündə də. Görünür, indi İlham Əliyevin əli ilə Türkiyənin müharibəyə sürükləmək istəyirlər. Necə? Çox sadə. Dedim, müqavilə var bizim aramızda. Türkiyə göstər ki, Azərbaycana təhlükə var, hücum var, məcbur işi qoşulsun. Burada da gəlib oturub İranın içərisində Mossad atır Azərbaycana. Və həmin anda Naxçıvanda hərbi sizə göstəriş verirlər ki, hərbi hava qüvvələrindən müdafiət cihazlarımız söndürülsün. Gelib yoxlasınlar. Bu barədə mənə hərbi hissədə olan bir polkovnik rəsmi məlumat verməlisən vətəndaşlar. Ki, göstəriş verdilər ki, söndürün, gedin dincəlin. Deyim, mənə yazıb o şey ki, mən başa düşmürəm ki, bura uşaq bağçasıdır, bir dincəlməyə gəlmiş, buna oyundu belə. Sən müharibə gedirsən qonşunda, sən necə bunu söndürə bilərsən, sən buna nə ixtiyarın var? Söndürürlər, deməli, radiolokasiya sistemini, həmin o dronuna gəlib düşür Naxçıvan şəhərinə. Sonra başlayırlar nəyə? İranın ünvanı asıb kəsməyə. Patla, çatla, çatla, patla. Bu kişi xeylə qızdır. Deyirəm, ala bezmədici peysərlərdən. Nəysə, hamıya salamlar dəyərli izləyicilər, dəyərli dostlar, dəyərli peysərlər. Əlbəttə ki, bilirsiniz ki, tək izləyicilər yox, hətta bu videonu 5-6 dənə peysər ən azından izləyəcək. Daşı belə deyim, 5-6 dənə yox, mənə elə gəlir ki, Azərbaycanda çox güclü bir virus yayılıb və hal-hazırda peysərləşmə gedir. Ay Allah. Hədiyyə atanlar çox. Ay Miray, çox sağ ol, çox da uşaq qurlar. Düzlənir avın yayımında 45 min, 50 min oturup bahalı hediyeler atırsınız. Bir gazinin yayımında 10 nəfər, 15 nəfər oturursa siz cəmiyyət olarak küzdüsünüz. Yani April savaşlarından dolayı ben böyle bir story attım ki Allah rahmet eylesin, bugün onların anısına, şəhidlərimizin anısına sənədindığımı vermişəm. Ona görə də mənim fikrimcə bu videonu mindən çox peysər izləyə bilər hətta. Ona görə də dostlar, buradan izləyicilərimə səslənirəm. Bu videonu çox like eləyin ki, bilək ki, nə qədər əvvəl onu bildirim ki, tez-tez video paylaşımlar olacaq. Çünki hal-hazırda çox güclü planlarım var və əlimdə uca 6-7 dənə video yığılıbdır. Ştoba ard-arda paylaşam. Bugünkü mövzumuz çox insanın tanıdığı və eyni anda da tanımadığı, yəni iç yüzünü bilmədiyi bir şəxs haqqında olacaq, yəni Vəlezar haqqında olacaq. Bildirmək istəyirəm ki, əvvəla mənim bu şəxslə heç bir işim heç vaxt olmayıbdır. Sadəcə olaraq o böyük bir aşıbqa buraxdı ki, hansısa bir videoda bizim haqqımızda nəsə bir balaca bir paylaşımda olsa, nəsə bir şey dedi. Çünki o bilmir ki, ən apaslı insanlardan biri hazırda. Qanuna zid hərəkət edən insanları sevmirəm. Defol git harda Qarabaravı yuyursan yuh. Git haralarda elirsən elə. O iki qardaşı səslənirəm burada. Yəni sən durasan Azərbaycan ən böyük auditoriyasına sahib olan bir TikToker də yox, YouTuber. Yəni bir şəxsə bir söz soxasan, bilin,
Bəlkə başqasına soxa bilərsən, amma mənə də yox, bildin nətər. Yəni bu sənin ən böyük aşıbqan idi həqiqətində, bu həyatında, yəni belə deyim. Çünki bu günlər dostlar sizə Vəlazarın iç yüzünü paylaşacağam. Yəni şoka düşəsiniz həqiqətən də. Mənim də xəbərim olanda, yəni düzdür şoka düşmədim, onsuz da bilirdim ki, belə bir adamdır. Sadəcə olaraq ekrana yaxından əyləşin, çayınızı qoyun və bu videonu izləyin. Sözü mən əsas o qaqaşlara da Azərbaycanda var, belə genəllə çöldə gəzənlər, saqqallı, maqqallı, belə qaşlı qabaqlılar da. Belə baxsın ki, belə apasını yoxuşur da. Nəsə çoxu peysərdir. Sözümün də arxasındayım deyə sıçdı. Çünki görübsünüz Vəlazarla PK-ya girlər, hamısı belədir bax. Canlı başlayır. Salam Vəlazar qaqa. Səndən bir daha xahişim olacaq. Soxum mən sənin yaşayışı var. Ay sizi gördüm, əhvalım yükseldi. Bayaq mən canlı yanına çıxardınız axı. Bir tane xahiş etsem onu bir PK-lıq qoşa bilərsinizmi? Gəlin faktlara keçmədən qabaq balaca bir keçid eləyək ki, ümumiyyətlə bu Vəlazar kimdir? Yəni bildiyimiz bu Vəlazar xalqın qarşısında, xalqın gözündə bir TikTok yayımcısıdır. Hansı ki 105 min insan izləyir, belə onların yaşayışına nəysə. Tupoy və ağılsız insanlar təəssüflər olsun ki, belə üzdən İraqlara dəstək olurlar, yəni hədiyyələr göndərirlər. Ciblərin pullarını boşun buraxırlar belə giciz insanlara, amma ağıllı insanlar isə taksimetrdən pul qazanırlar. Sizə belə deyim, mənim izləyicilərimdən artıq 20 mindən çox istifadəçi taksimetrdən pul qazanırlar və təşəkkürlərini bildirirlər. Deməli, gəlin sizə qısa bir şey göstərim. Məsələn, mən karta çıxarış eləmirəm, amma siz kartınızı da çıxarış eləyə bilərsiniz, qazancınızı. Mən kriptovalyutaya çıxarış edirəm və balansımda 21 min manat pul var gördüyünüz kimi. Məsələn, gəlin göstərim sizə taksimetri. Deməli, hal-hazırda gördüyünüz kimi mənim 27 dənə maşınım var və hər bir maşın mənə gəlir gətirir. Siz də keçə bilərsiniz linkdən və qazana bilərsiniz. Məsələn, hal-hazırda balansımda 2000 manat pul yığılıbdır və 448 manat gəlir toplayıb bilərəm. Gəlin toplayaq. Gördüyünüz kimi topladım gəlirimi və balansım oldu 2513 manat. İndi isə çıxarış eləmək istəyirəm. Məsələn, öz qazancımı. Keçirəm bura Visa Mastercard olsun, məsələn, bank kartı. İstəsəz ona çıxarış eləyə bilərsiniz, istəsəz kriptovalyuta. Mən ən çox kriptovalyuta çıxarış edirəm, çünki mən xaricdə yaşayıram. Nəysə, qısaca deməyim odur ki, yalandan pulunuzu TikToka falan vurub xərcləməyin, belə üzdən İraqlara heç nə göndərməyin. Çalışın özünüzə xərcləyin. Yəni çalışın, nə bilim, investisiya eləyin, risk eləyin, bir yoxlayın, yəni həqiqətən də internetdə olan pul heç yanda yoxdur. Yəni onu deyin biləsiniz. Sadəcə olaraq test eləyin, baxın. Bu arada qeydiyyat zamanı 10 manatlıq sizə maşın hədiyyə olunur. Link aşağıda bərkidəcəm. Taksimetr həqiqətən də qazandırır. Kim də ətraflı taksimetr haqqında məlumat almaq istəyirsə, bir video paylaşmışam, kanalımdadır. Yəni burada bərkidəcəm, keçib izləyə bilərsiniz. Birincisi, bu Vəlazar bizim uşaqlarımızın gələcəyini məhv edən bir şəxsdir. Təsəvvür edin ki, əziyyətlə 15-16 yaşa çatdırırsınız oğlunuzu və oğlunuz TikTokda belə bir video paylaşım edir. Gəlin baxaq. Baba ben senin özü də ata mahnı. Öz atasının şəklini paylaşmır, Vəlazarın şəklini. Dünyayı değişməməzlər. Amma bax oğlum sənin mən sortuvu. Ən maraqlısı da bilirsiniz nədir dostlar? Yəni bilirsiniz ki, bu insanı uşaqlar da izləyir. Nə qədər video paylaşımlar ediblər ki, çıxılı bəbələrdə beləcənə 6-7 yaşları var, oturub Vəlazara baxırlar. Mənim böyük qardaş, Vəlazar. Mən bir üstünə çatmır ola. Mən Azərbaycanda xarici blogerlər kimi istədim qarpız challenge videosu çəkəm. Tutdular məni apardılar qarpıza görə. Amma belə şəxslərə heç bir tədbir görülmür. Mən şokdayım, Allahım da olsun. Yəni belə deyim, yeni qanun çıxdı ki, Azərbaycanda hicab belə taxmaq yəni qadağandır. Qanun çıxdı ki, TikTokda söyüş söymək olmaz. Bizim mentalitet var, Azərbaycan mentalitetlərindən qorunur falan. Ola mən prosta başımı belə qırıram. Yəni siz qırış nə etmək istəyirsiniz? Mənə çatmır. Yəni belə şəxslərə yəni mən 1 milyondan yuxarı abonem var. Bir məlumat verin, biz də işimizi bilək. Yəni biz də bir məlumat verək ki, cəmaata, bu olmaz, o olmaz. Baxmayaraq ki, mən Rus vətəndaşıyam, Rusiyada yaşayıram. Mən yenə də Azərbaycan qanunlarına uyğun TikTokda çalışım, söyüş söyməyəm. Deməsinlər ki, bu xarici ölkədə istifadə edir falan. Yəni qanun deyirsiniz. Bu Vəlazar öz canlı yayımlarında sadə bir Azərbaycan vətəndaşını öz PK-sına əlavə eləyir, sözünü yarımçıq qoyur, yəni həmən şəxsində və PK-dan çıxardır. Yəni bu hörmətsizlik əlamətidir. Düzdür? İkincisi, bu insan kasıbları öz PK-sına əlavə eləyir, bütün Azərbaycan xalq qarşısında bunu biabır eləyib alçaldır. Bu iki. Üçüncüsü, balaca uşaqları əlavə edir PK-sına. Yəni bilirsiniz, yəni kayıtlar da var. Uşaqlara söyüş belə söyüb, deyib ki, sizin ailəniz nə bilim şərəfsizdir falan. Ay Allah'ın cezası. Get vızık. Bu senin ana ve atabın ha? Nəsə bunları qoyaq qırağa. Dördüncüsü isə ən maraqlı fakt dostlar. Bunu bir çoxu heç bilmir, xəbərləri yoxdur. Deməli bir Azərbaycanlı qardaşımız mənimlə əlaqəyə keçdi.
Yəni səslə də danışdıq, görüntülə də danışdıq. Dedi sadəcə olaraq yəni məni paylaşma, qoy heç kim bilməsin. Nə də olsa mənim də ailəm var. Sonra isə mənə bir SMS yazdı ki, qoy bunu sizlə paylaşım. Deməli bu Vəlizar Türkiyədə maşinliklə məşğul idi. Və Türkiyədən qaçıbdı dostlar. Yəni onu deyin biləsiniz. Onu Türkiyədə mafiya axtarır. Yəni indi başa düşəsiniz hansı mafiyadan söhbət gedir. Deməli, qardaş yazır. Deməli oxuyuram, qulaq asın. Salam Zevs qardaş. Bu şərəfsiz Vəlizar Türkiyədə mənim başıma oyun açıb, deyin biləsən. Onda tanınmırdı hələ. Heç biz də bilmirdik Azərbaycanlıdır. Dostumla getmişdik işlə bağlı Türkiyəyə. Başımıza elə oyun gəldi ki, özdə həm yerlimiz tərəfdən. İndi kişi, sən başa düşərsən, oteli var idi Radisson Blu. Həqiqətən mən də bilirəm, amma Türkiyədə Radisson Blu deyilən bir otel var. Yəni belə baxanda bütün dünyada var. Nəysə. Dedik sabah onsuz da qayıdırıq Azərbaycana. Gəl 2 qız çağıraq, istirahət edək. Tamam, nə bilim ki, başıma belə bir iş gələr. Deməli, çağırdıq, $200 hər qıza danışdıq. Qapını açdım, görürəm qəşəng qızdır. Girdi içəri, yanında bildiyin saqqallı, maqqallı oğlan. Yəni Vəlizar. Sən bilməzsən, bunun o vaxt üzündə tük var idi. Hər nə girdilər otağa, dostum deyir ki, bu Vəlizara tüksə. İkinci qızanı. Bu da deyir ki, mənəm. Məni bəyənmədi. Məşğulas, ne tema var. Nəsə uzun sözün qısası başladı dirəşməyə ki, mən sənə elə kayf yaşadacağım ki, heç vaxt görməyibsən həyatda. Bizə dedik ki, yox istəmirik, biz nə bilək bu Azərbaycanlıdır. Türk dilində elə danışır ki. Qısaca fikir ver, biz Türk dilində çox qəşəng danışır. Mən də heç bilməzdim ki, bu Azərbaycanda əgər elə bir şey başıma gəlsəydi. Nəsə, bu dirəşdi ki, mənim pulumu verin. Bizə dedik, yox, taksi pulunu veririk. Yanındakı qız sakit idi. Heç ağzını açmırdı. Nəsə uzun sözün qısası şüvən atdı polis falan. Biz də dedik ki, gəl verək problem çıxmasın. Nəsə verdik, getdilər $450. Nəsə belə deyim də sizə. Yəni bu yetim fikirləşibdi ki, nəsə bunun pulunu verək elə çıxsın, getsin də bir işverəni dalayaqdı. Sonra Allah eləməsin videoları çəkib eləyirlər. Nə bilim arvadım görər, ailəm görər, nəsə bir abırçıq olar. Yetimlər $450 pul veriblər Vəlizara bilər cırığa. Nəsə, sonra indilərdə girib baxıram ki, bu Azərbaycanlıdır. Bu şərəfsiz pula çıxandır. Özdə işverən maşinlikin biridir. Çək paylaş yazdığımı hamı görsün peysəri. Otelin adına kimi sənə dedim. Çək paylaş özü biləcək kimi. Bir deyə Vəlizar, yəqin ki video baxırsan, yəqin bilirsən kimlərdən söhbət gedir. Nəysə, indi də durub hamı buna hədiyyə atır Azərbaycanda. Durub Azərbaycana dərs keçir. Görürsünüz də, gör kimə dəstək olursalar siz. Sonra telefonla qardaşla əlaqəyə keçdi, söhbət elədik biraz. Nəsə hər şeyi sübut elədi faktla, maktla. Nəysə, bir-iki dənə də şəkil falan göstərdi mənə. Yəni bu həqiqi söhbətdir. Deməli, bir də onu deyim. Deməli bilirsiniz, bu işlə məşğul olanlar, pula falan çıxanlar, yəni bir mafiyadır. Əsabı da Türkiyədə. Deməli Vəlizarı axtarırlar. Nəsə, onu deməyəcəm nəyə görə axtarırlar. Çox böyük bir, yəni bilin, mən elə bir şeylər danışdı ki, mən şoka düşdüm. Başqa şəxslər də başımaya yazmışlar bu barədə. Yəni bu mafiyazat barəsində. Nəsə bir insan qaçıb gəlib Azərbaycana, indi başlayıb Azərbaycanda balaca gənclərimizi pis yola yoluxdurur. Sonra nə bilim kasıbları alçaldır. Sonra imkanlı şəxslərin pullarından istifadə edir. Tək imkanlı şəxslər yox, hətta belə deyim, kasıb insanlar var ki, buna hədiyyə atırlar. Nəsə başım qısa konkret, bilirsiniz nədir? Gör biz nə günə düşmüşük ki, bu günləri hansısa peysər trans haqqında müzakirə edirik kanalımızda. Sadəcə olaraq onu deyim ki, yəni bilin, salam. Bilmirəm, heç nə dedim, çünki başım gedibdi. Bilirəm ki, Azərbaycanda da bu vəziyyətdədir. Yəni sizin də başınız gedib, bu siz də bilmirsiniz, neyəsiniz. Mənim fikrimcə zordur, Allah. Nəysə, qısaca deməyim odur ki, yalandan pulunuzu TikToka falan vurub xərcləməyin. Belə üzdən iraqları heç nə göndərməyin. Çalışın özünüzə xərcləyin. Yəni çalışın nə bilim investisiya eləyin, risk eləyin. Bir yoxlayın yəni. Həqiqətən də internetdə olan pul heç yanda yoxdur. Yəni onu deyin biləsiniz. Sadəcə olaraq test eləyin, baxın. Bu arada qeydiyyat zamanı 10 manatlıq sizə maşın hədiyyə olunur. Link aşağıda bərkidəcəm. Taksimetr həqiqətən də qazandırır. Kim də ətraflı taksimetr haqqında məlumat almaq istəyirsə, bir video paylaşmışam kanalımdadır. Yəni bura da bərkidəcəm. Keçib izləyə bilərsiniz.